Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır. Hər vaxtınız xeyir, baş həkim efirdədir. Bugün orqanizmimizin ən böyük laboratoriyası və filtr sistemi olan qaraciyərdən danışacağıq. Təəssüf ki, bəzən illərlə hiss etdirmədən inkişaf edən xəstəliklər sonda qaraciyər sirrozu kimi ağır bir diaqnoza yol açır. Bəs sirroz həqiqətənmi geri dönüşü olmayan bir yoldur? Yoxsa müasir tibb bu prosesi dayandıra bilir? Studiyamızın qonağı Referans Nəsimi filialının qaraciyər xəstəliklərinin müalicə və diaqnostika mərkəzinin rəhbəri, gastroenteroloq, hepatoloq, tibb üzrə fəlsəfə doktoru Gülnarə xanım Ağayevadır və Gülnarə xanımla biz qaraciyər sağlamlığı və sirrozun müasir müalicə metodlarını müzakirə edəcəyik. Xoş gördük Gülnarə xanım. Salam. Təşəkkür edirəm dəvətinizi. Mən də sizi təşəkkür edirəm ki, mənə belə bir fürsət yaratdınız və biz əhalimizlə belə bir ciddi problem barəsində, qaraciyər sirrozu barəsində danışa bilərik. Əslində, qaraciyər, mən də qeyd etdim, böyük bir laboratoriyasıdır orqanizmimizin. Ümumiyyətlə, fəaliyyəti nədən ibarətdir qaraciyərin? Demək olar ki, bizim orqanizmdə keçirilən ən mühüm, ən vacib proseslər qaraciyərin hüceyrələrində keçir və bunlar hansılardır? Birincisi, burada hormonlar, vitaminlər istehsal olunur, ən vacibi öd istehsal olunur və müxtəlif immun sisteminə vacib olan maddələr istehsal olunur və hər zaman mən xəstələrimə də qeyd edirəm ki, biz orqanizmə daxil olunan hər bir qidamı, dərmanmı, spirtli içkilər nə daxil olunursa, onların hamısı qaraciyər laboratoriyasından, hüceyrəsindən keçir və zərərləşdirilir. Bu da detoksikasiya, zərərləşmə prosesləri ən vacib proseslərdən biridir. Digər proses zülal istehsalı. Bu zülal istehsalı zəifləyəndə çox ciddi bir problemlər yaranır və mən fikirləşirəm ki, biz indi sizinlə onlar barəsində də danışacaq. Və demək olar ki, bu həm sintez prosesi, həm zərərləşdirmə prosesi bizim ümumi orqanizmimizin rahat fəaliyyətini təşkil edir. Qaraciyərin özü. Bildiyimiz qədər bir çox xoşa gəlməz faktorlar məhz qaraciyər sirrozuna gətirib çıxarır təəssüf ki. Bunların sırasında hepatitlərdir. Sualım elə olacaq, bütün hepatitlər qaraciyər sirrozuna gətirib çıxarırmı? Pis vərdişlərdir bunların sırasında. Siz dedi, spirtli içkilərdir. Təbii ki, aşırı dərəcədə qəbul olunan spirtli içkilərdir. Ümumiyyətlə, məhz bu haqda istərdim danışasınız və nədən səssiz qalır qaraciyər və artıq o təbil çalanda təəssüf ki, gec olur. Gəlin birinci ardıcıllıqla danışaq, birinci viruslu gepatitlərdən danışaq və əlbəttə ki, əgər biz gepatit deyiriksə və viruslu gepatit deyiriksə, o deməkdir ki, bədənə daxil olunan xüsusi viruslar özlərinə bir nöqtə seçir və bu nöqtə qaraciyərin hüceyrəsidir. Bunların arasında A, B, C, D, Y gepatitləri var və onlar müxtəlifdir, fərqlənir bir-birindən. A, Y gepatitləri bu qida vasitəsilə, çirkli əllər xəstəliyi deyirlər onlara. Su vasitəsinə əgər həmin o su yaxşı təmizlənməyibsə, bu yollarla yoluxur və adətən onlar daha asan keçir, xroniki formaya keçmir. Amma onların kəskin formaları da olur ki, o müalicəyə ehtiyac olur, pəhrizə, uzun müddətli reabilitasiyaya ehtiyac olur. Lakin B, C, D gepatitləri, bunlar adətən qan vasitəsilə, cinsi yolla keçən viruslardır və bunların hər bir forması B-də, C-də, hətta o nadir sayılan D gepatiti, bunlar qaraciyərin hüceyrəsinə daxil olunub, orada çoxalmağa başlayanda çox ciddi dəyişikliklərə, hətta sirroza və nəinki sirroza, qaraciyər xərçənginə gətirib çıxarır. B gepatiti C gepatitindən fərqli olaraq
peyvəndlənmə vasitəsilə onun qarşısını almaq mümkündür və mən hər zaman öz xəstələrimə də və belə bir verilişlərə fürsət düşəndə deyirəm ki, bizim əhalimiz bu fürsətdən istifadə edib peyvəndi mütləq vursun. Ona görə ki, diş həkiminə gedəndə, salonlara gedəndə, indi piercing, tatu eləyən xanımlarımız da, bəylərimiz də çoxdur. Və bunlar hamısı elə bir yollarla, elə manipulyasiyalarla yoluxa bilər. Həkimlərə cərrahiyyə əməliyyatlardan sonra, qan köçürmədən sonra, əgər kifayət qədər sterilizasiya olunmayıbsa alətlər, bu yoluxma səbəbi ola bilər. Ona görə B gepatitindən müdafiə olunmaq üçün o peyvəndə mən hər zaman tövsiyə edirəm xəstələrimizə və hətta əgər evdə bir nəfər B gepatitli xəstə varsa, ailə üzvlərinin hamısı peyvənd vurmalıdır və özlərini çox mükəmməl vasitə ilə müdafiə eləməlidirlər. C gepatiti təəssüf ki, o dərəcədə dəyişkən bir virusdur ki, ona heç bir vaksin hələ bu vaxta qədər hələ icad olunmayıb. Lakin son zamanlar yeni tədqiqatların nəticəsində elə bir dərmanlar kəşf ediblər ki, C gepatiti yoluxan halda onu müalicə eləmək daha asan olub. Bu vaxta qədər bu dərmanlar kəşf olunmaya qədər bizim çox xəstələrimiz olub ki, əziyyətli müalicəni, yan təsirləri olan dərmanları istifadə edib və sağalıb. Onun da hesabına artıq 15-20 ildir ki, gümrahdılar, yaşayırlar və sağalıblar. Amma son illər bu müalicə daha asan da olub. Və 3 və yaxud 6 aya biz elə xəstələri tamam sağaldırıq və mən çox zaman zarafatça deyirəm ki, bəzi verilişlərdə həkimi çox tərifləyirlər, nömrə 1-dir və filan, amma hər zaman mən deyirəm ki, o həkimin nailiyyəti deyil, həmin o alimin nailiyyətidir ki, o yeni müalicə üsullarını kəşf eləyib və İlk növbədə ona təşəkkür etmək lazımdır ki, o artıq bizim əlimizə belə bir silah verib və bizim imkanımız var xəstələrimizə kömək eləyək. Delta gepatiti, D gepatiti çox çətin bir virusdur və əgər o yalnız B gepatitli xəstələrdə rast gəlir və əgər onlar əl-ələ verirlərsə, qaraciyərin sirrozuna və xərçənginə daha qısa müddətdə gətirib çıxara bilər. Ona görə B gepatitindən müdafiə olunanda həmçinin D gepatitindən də müdafiə olunursunuz. Lakin təkcə viruslu gepatit sirroza gətirib çıxaran səbəb deyil. Çox təəssüf ki, spirtli içkilərdən siz dediniz, çox miqdarda qəbul olunanda yarana bilər. Amma çox təəssüf, tədqiqatlar sübut eləyib ki, 100 millilitr, 150 millilitr tədricən qəbul olunan, davamlı qəbul olunan halda o bir neçə ilə qaraciyəri zədələyib sirroza və hətta xərçəngə gətirib çıxara bilər. Bizim xəstələrimizin arasında alkoqollu sirrozlarla xəstə kifayət qədər çoxdur və əlbəttə ki, əgər insan həmin o spirtli içkinin qəbulunu dayandırırsa, onların şansı var və biz hətta dekompensa olunmuş, yəni fəsadlı olmuş sirrozun vəziyyətini yaxşılaşdırırıq, hətta geriyə qayıtma şansını da yaradırıq. Qaraciyərin belə bir xüsusiyyəti var, regenerasiya adlanır, yəni özü-özünü bərpa edən üzvdür və mən ona görə qaraciyəri qalan üzvlərdən daha çox sevirəm. Ona görə ki, gözümün qabağında həmin o xəstə ki, qaraciyərin sirrozundan əziyyət çəkirdi, illər keçdikcə bərpa olunur, gümrah olunur. Hələ dünən mənim yanıma gələn bir xəstə bir neçə il bundan əvvəl çox ağır vəziyyətdə, reanimasiyada olan halda məni dəvət elədilər və onun müalicə həkimi ilə bərabər mənim tövsiyələrimlə biz onu o ağır vəziyyətdən çıxartdıq və o ev şəraitində müalicəmizi davam elədi.
Dünən o gələndə mən onu tanımadım. O dərəcədə o artıq gümrahlaşıb, özünü çox yaxşı hiss eləyir. Nəinki hiss eləyir, hətta analizlərin nəticələri də ultrasəs müayinəsinin, fibroskanın da nəticələri xeyli yaxşılaşıb və mən inanın ki, mən bəlkə də o xəstədən çox daha çox sevindim. Ona görə ki, gözümün qabağında həmin o müalicənin effektini artıq nəzərdən keçirdim. Həm əməyinizin nəticəsini gördünüz, həm də ki, bir insana həyat vermiş Əlbəttə ki, oldunuz. o həkimə çox qürur verici bir haldır. Alkoqoldan danışdıq, viruslardan danışdıq, amma son illər daha bir böyük bir problem üzə çıxdı. Bu da hansı problemdir? Artıq çəki. Artıq çəki, yenə tədqiqatlar təsdiq eləyib ki, təkcə bir artıq çəki, nə virus olmasın, nə spirtli içkidən istifadə olunmasın, təkcə bir artıq çəki, piylənmə, qaraciyərin piylənməsi bir neçə mərhələdən sonra qaraciyərin sirozuna gətirib çıxara bilər. Yəni, siz dediniz, amma piylənmənin məhz qaraciyər sirozuna gətirib çıxarılması o qədər də ortalıqda heç danışılmır. Bəli, danışılmır. Hələ ona görədir. İçkilər, bəli, bəli, bəli. O böyük bir problemdir və əgər əvvəllər biz beynəlxalq konferanslarda daha çox diqqəti viruslu gepatitlərə ayırırdıqsa, son illər demək olar ki, əsas bizim müzakirə mövzumuz piylənmədir. Və piylənmə qaraciyərin piylənməsi bir neçə mərhələ keçir. Əvvəlcə adi piylənmə olur və həmin o piylənmiş hüceyrə artıq öd istehsal eləyə bilmir, yemək həzm olunmur və insanda bağırsaqlarında yemək çürüyür ya qaxsıyır, qaz əmələ gəlir və bu mərhələdə xəstə yalnız bir şikayətlə gəlir ki, doktor, mən nə yesəm məndə köp yaranır. Lakin belə mərhələdə biz analizləri, qaraciyər sınaqlarını yoxlayanda orada onlar normada ola bilər. Amma piylənmə, həmin o hüceyrələrin piylə dolması artıq öd istehsalını dayandırır. Sonraki mərhələdə o dərəcədə o hüceyrədə piy çoxalır ki, artıq hüceyrə partlayır və onun daxilində olan bəzi fermentlər, hansı ki, əhali arasında artıq onu tanıyırlar, ALT, AST, GGT, qələvi fosfatazı və s. Onlar qana sorulur və onların göstəriciləri artmağa başlayır. Artıq bu mərhələdə əgər xəstə analiz versə, onlar artır. Səbəbi hüceyrənin partlaması, piyin çox olmasıdır. Və dediyim kimi bizim qaraciyər hüceyrələri böyük bir laboratoriyadır və o laboratoriyada müxtəlif maddələr istehsal olunmaqdan əlavə enerji istehsal olunur. Bu mərhələdə əgər o hüceyrələr dağılırsa, bizim xəstələrimiz nə ağrıdan, nə hansısa bir başqa səbəbdən deməli öz şikayətlərini demirlər. Əsas onların şikayəti köp və halsızlıq, tez yorulma. Ona görə ki, artıq enerji istehsal olunmur. Və belə halda bu xəstələrdə biz analizləri yoxlayanda görürük ki, həqiqətən hüceyrələr dağılır. Başqa bir problem, həmin o dağılmış hüceyrələrin əvəzində birləşdirici toxumalar əmələ gəlir. Fibrozlaşma başlayır. Bu mərhələdə artıq fibroz yaranır və hələ bil ki, həmin o siroz mərhələsinin önü başlayır, ilk addımı başlayır. Əgər bu mərhələdə müalicə olunmursa, sonraki mərhələ siroz və sirozun fonunda da xərçəngin yaranması. Mən hər zaman o mərhələləri xəstələrə izah eləyəndə deyirəm ki, onkoloji problem yaranmayana qədər qalan 3 mərhələni biz geriyə qaytara bilərik. Əgər xəstə mənə köməkçi olursa, yəni çəki azalmalıdır, həyat tərzi dəyişilməlidir, yemək mədəniyyəti dəyişilməlidir, qaydaları dəyişilməlidir və mənim müalicəm. 3 əsas hissə pəhriz, fiziki aktivlik və müalicə. Üçü bir yerdə əlbəttə ki, bu hallarda çox yaxşı kömək eləyir. Bir məsələyə də toxunum. Neçə illərdir ki, mən endokrinoloqlardan xahiş edirəm ki, çox diqqətli şəkərli diabet xəstələrinə olsunlar. Əgər əvvəllər siz eşitmişsiniz ki, şəkərli diabet
böyrəkləri sıradan çıxarır, görmə qabiliyyətini pozur, xırda damarları zədələyir və qangrenaya səbəb olur, ətrafları bəzən amputasiya etmə problemi yaranır. Lakin qaraciyərdən heç kəs danışmırdı. Amma yenə son illər önə çıxan böyük bir problem şəkərli diabet xəstələrində qaraciyərin zədələnməsi və hətta sirrozun yaranması. Və bizim xəstələrimizin arasında elələri var, hansı ki, uzun illər şəkərə bir o qədər, şəkərin düzəlməsinə bir o qədər fikir verməyiblər, şəkərləri yüksək olub və bu yüksək şəkər qaraciyərin zədələnməsinə, dağılmasına və nəhayət sirrozun əmələ gəlməsinə gətirib çıxarır. Ona görə üzümü tutub ilk növbədə endokrinoloqlara demək istərdim ki, mütləq qaraciyərin fəaliyyətinə nəzarət eləsinlər öz xəstələrində və şəkərli diabet xəstələrinə müraciət edirəm ki, siz daha diqqətli qaraciyərin testlərinə, müayinələrinə fikir verəsiniz və vaxt aşırı onları yoxlayasınız. Gülnarə xanım, bizim sponsor məlumatımız olacaqdır, sonra söhbətimizi davam edəcəyik və Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti referans ambulans 724 hər bir vətəndaşımıza xidmət göstərməkdədir. Ambulans maşınları ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Referans ambulans hava və quru təxliyəsi ilə həyat qurtarmaq üçün saniyələrlə yarışır. Göstərilən xidmətlər isə aşağıdakılardır: təcili tibbi yardım, pediatrik təcili tibbi yardım, pasiyent təxliyəsi, stand-by xidməti, yəni istənilən məkanda müşayiət. Ətraflı məlumat üçün isə siz Ulduz 0003 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz. Və biz davam edirik. Müasir müalicə metodları, müasir diaqnostika metodları hansılardır Gülnarə xanım? Və elə sizin rəhbəri olduğunuz mərkəzdə də kifayət qədər laborator testləri var ki, hansı ki düzgün, dəqiq diaqnozu verir və səhv etmirəmsə fibroskan aparatı, hansı ki bugün bu diaqnostika üsulu ən öndə gedənlərdən biridir. Sualınıza görə təşəkkür edirəm. Əlbəttə ki, hər zaman həkim düzgün nəticələr və düzgün müayinələr tələb eləyir ki, diaqnozu düzgün qoysun. Və burada təkcə cihaz yox, onun yanında çalışan mütəxəssisin də bacarığı vacibdir. Bildiyiniz kimi referans laboratoriyası Azərbaycanda ən müasir, ən geniş gücü olan bir laboratoriyadır və uzun müddət mən yalnız referansa öz xəstələrimə etibar edirəm. Ona görə ki, mürəkkəb xəstə gələndə mənə diaqnoz qoymaq üçün analizin dəqiqliyi vacibdir. Analizin düzgün nəticə göstərdiyi vacibdir və buna görə də mən tam bizim laboratoriyaya etibar edirəm. Ona görə ki, hətta çox çətin bir analizləri də mən orada əldə edə bilirəm. Tutalım, son illər autoimmun hepatitlərin sayı çoxalıb. Bunun səbəbləri də çoxdur. Həm bizim hər bir insanın artıq stres daxilində olan bir həyat tərzi, ətraf mühit, ekologiyanın pozulması, dərmanların kontrolsuz istifadə olunması, bunlar hamısı bizim immun sisteminə çox güclü zərbə vurur. Və o zərbə immun sistemi oyadır və həmin o oyanmış immun sistem özünə düşmən axtarır bədəndə və bəzən o düşməni qaraciyəri seçir və başlayır onu öz orqanizmdə olan orqanı dağıtmağa. Və belə autoimmun xəstəliklərlə, autoimmun hepatitlərlə bizim heç də az olmayan xəstəmiz var. Bu barədə bizdə autoimmun profil belə bir laborator üsul var ki, o mənə daha çox məlumat verir. Ona görə ki, o bir neçə autoimmun göstəriciləri bir dəfəlik yoxlayır və hə və yox sözünü deyir. Bəzən xəstələr mənim yanıma gələnə qədər başqa yerlərdə ayrı-ayrı autoimmun göstəriciləri yoxlayır və orada negativ göstərəndə, yəni autoimmun hepatit inkar olunur. Lakin autoimmun profili bütövlüklə yoxlayanda pozitiv çıxır və təsdiqləyir. Bu da mənə yardımcı olur ki, düzgün müalicə təyin olunsun. Digər tərəfdən bizim şöbədə mən öz komandamı çox sevirəm.
mənim komandamda əsl professionallar çalışır və ultrasəs müayinəsi həkimimiz Nigar Həsənova ən çətin diaqnozların qoyulmasında mənə böyük bir təkan verir, kömək eləyir. Ona görə ki, bəzən xəstə gələndə bir diaqnozla biz tamam başqa diaqnoz qoyuruq bu xəstəyə. Ultrasəs müayinəsi mənə böyük bir yardımçıdır. Digər tərəfdən siz dediyiniz kimi biz ən müasir, ən son cihaz olan fibroskandan istifadə edirik. Bu niyə lazımdır? Fibroskan bəzən deyirlər, biz UZI-dən keçdikdə fibroskan nəyə lazımdır? Ultrasəs müayinəsi orqanların ölçüsünü, damarların ölçüsünü, onların içərisində hansısa bir ocaqlar varsa onları göstərir. Lakin toxumanın özünün vəziyyətini göstərən fibroskandır. Və bizdə iki göstərici, hər baxışda iki göstərici artıq mənə məlumatdır. Bu fibrozun dərəcəsi, yəni bərkimənin dərəcəsi və piylənmənin dərəcəsi. Bunlar niyə lazımdır? Əvvəllər fibroskan olmayan mərhələdə həkimlər qaraciyərin toxunmasını qiymətləndirmək üçün biopsiya eləyirdilər və mən bir çox illər əvvəl Avstriyada ixtisaslaşmadan keçəndə orada biopsiyanı eləmək üçün əvvəlcə axşamdan xəstəni qəbul eləyirdilər, bütün analizlərini eləyirdilər. Səhər həmin o biopsiyanı, əgər analizlər icazə verir, o biopsiyanı, yəni iri bir iğnə ilə qaraciyərdən bir tikə götürülürdü və hələ o manipulyasiyadan sonra hələ axşama qədər də xəstə qalırdı ki, birdən qanaxma verə bilər, başqa fəsad yarana bilər və belə halda biopsiya əlbəttə ki, fəsadsız keçər. Yəni bu dərəcədə nəzarətlə. Amma çox təəssüf ki, daha çox o biopsiyalar bir saatın içində olunub buraxılırdı. Ona görə də mən sözün düzü bu vasitədən çox az istifadə eləyirdim. Lakin indi fibroskan olunan halda o 90%-ə qədər düzgün nəticələr verir və bizə imkan verir ki, düzgün də qaraciyərin vəziyyətini, toxunmasını qiymətləndirək. Nəinki qiymətləndirək, hətta dinamikasını görək. Biopsiyanı hər zaman etmək mümkün deyil. Amma fibroskanı hər 6 aydan bir biz baxırıq və xəstə özü də sevinir ki, aha, məndə bərkimə bu dərəcədə idi, indi dəyişilib müsbət tərəfə və bu da xəstəyə stimuldur, motivasiyadır və səliqə ilə bizim tövsiyələrimiz izləyə bilir. Təşəkkür edirəm Gülnarə xanım, çox sağ olun və uğurlar arzu edirəm sizə və sizin möhtəşəm komandanıza. Sağ olun. Studiyamızın qonağı Referans Nəsimi filialının qaraciyər xəstəliklərinin müalicə və diaqnostika mərkəzinin rəhbəri, qastroenteroloq, hepatoloq, tibb üzrə fəlsəfə doktoru Gülnarə xanım Ağayeva idi. Gülnarə xanımla qaraciyər sağlamlığı və sirrozu müasir müalicə metodlarını müzakirə etdik və öyrəndik ki, qaraciyərimiz bütün yükləri səssizcə çəksə də, onun da bir dözüm həddi var. Odur ki, bu böyük laboratoriyanın qeydinə vaxtında qalın ki, o da sizin sağlığınızı qorusun. Çünki bu dünyada əvəz edilməz olan tək şey sizin sağlığınızdır. Özünüzə yaxşı baxın və sağlıqla qalın. Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır.